Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. Pedals were added to velocipedes. Pedallar, yəni velosipedlərə əlavə olundu. Kim tərəfindən əlavə olunmuşdur? İlk olaraq A variantını götürəcəyik. Some years later, a French inventor added pedals to the front wheel. Burada qeyd olunur ki, yəni fransız bir ixtiraçı ön təkər hissələrinə pedallar əlavə etmişdi. Biz birincini mətnə əsasən doğru götürürük tamamlayıcı kimi. İkincidə so people had to push their velocipedes, yəni belə ki insanlar velosipedlərini itələməlidir. Ümumiyyətlə yanlışdır, yəni davamı deyil cümləmizin. To replace wooden wheels, taxtadan olan təkərləri əvəz etmək üçün, təkər əvəz etmək üçün deyildi, ona görə 3 də yanlışdır. So riders use their feet to turn the pedals. Belə ki, istifadəçilər, yəni sürənlər ayaqlarından istifadə etməklə pedalları çevirməlidir. Biz 4-cü cümləni doğru götürürük tamamlayıcı kimi, çünki mətnimizdə qeyd olunur ki, instead of pushing their vehicles, riders use their feet to turn the pedals. Yəni ki, bu nəqliyyat vasitələrini itələməyin əvəzinə sürücülər, ona sürən şəxslər pedalları çevirməklə ayağından istifadə edirlər. Və qeyd etdiyimiz kimi mətnə əsasən 1 və 4-cü cümlələr verilən cümləmizin davamı olaraq doğru götürülür.